Sen kalacak güzel. Bir de yaxşı yuduz soğan sıral işlədəcək. Sobadakı vaxtı keçməz. Nəyi? Sobada. Yok. 55'te demişdi çıxardacaq. Həm də o fayqa var. 55 dəqiqəmiz var. Fayqası var. Hə, həm üstündə fayqası var da Yanmaz. qorxusu yoxdur. Suyu çəkirdə həmən istəyirəm biraz qızarsın. Ben yiyəcək. Aha, 200 daha 70 qramdan istifadə elədik. İndi nə edirik? Qaymağımızı əlavə elədik, qarışdırırıq. Qarışdırırıq. Bax bu tez yağa düşür qaymaq. Tez yağa düşür. İçine çekti. Hə, içinə çəkir, yağın buraxır. Bizə lazımdır ki, çox yağa düşməmiş götürək. Çünki yağa düşəndə çürüdür qaymağı. Belə də olanda, belə də olanda qorxusu yoxdur. Biraz təzdən əlavə edirik qaymaq. O taktivat edir, elədir ki, bağlayır. Yəni normaldır. Hə, olur o. İsti dəyən kimi qaymaqlar var ki, tez yağ buraxır da, yəni. Yağlılığından asıdır. Hə, yağa salmaq lazım deyil də. Yağa düşməmiş deyil. Hə. Bunu vurduq uşaqlar. İndi nə edəcəyik? Bunu 2 dəfəyə hazırlayacağıq deyə 2 hissəyə bölməliyik. Ki, makaronumuz çoxdur, tava balacadır, yerləşməyəcək. İndi nə edirik? Bir də boş verir, biraz dərin olan, ya uzun olan. Bunun yarısı. Hələ o verin. Hələ üstəkin verin.